Düşündüm nə qədər ki narın mövsümü bitməyib, türklərin məşhur nar lokumunu hazırlayım. Öz aramızda ancaq hazırlamağıma dəydi ha, o qədər bəyəndilər ki. Bizə nar şirəsi, şəkər tozu və nişasta lazımdır. Mən 2 stəkan nar şirəsinə stəkan yarım şəkər tozu əlavə elədim. Sizin şirəniz turşdursa şəkərin miqdarını artırın. Və armudu stəkanın başı 2 barmaq aşağı buğda nişastası əlavə elədim. Hamısını yaxşıca qarışdırıb qoyuruq ocağa. Əlimizi dayandırmadan qarışdırırıq ki, qazanın dibi yapışmasın. Qaynara düşüb biraz qatılaşdıqdan sonra ocağın altını azaldırıq. Ən aşağı odda 20-25 dəqiqə qaynadırıq. Bu mütləqdir. Əks halda lokum alınmayacaq. Suyu tam çəkilənə qədər qaynadırıq. İçinə istəyə görə qoz, fındıq ləpəsi əlavə edə bilərsiniz. Bir qaba istəsəz şəkər tozu, istəsəz də kokos qırıntıları səpib, hazırladığımız lokumu əlavə edib 5-6 saat soyuducuda saxlayırıq. Sonra göstərdiyim kimi dilimləyib süfrəyə verə bilərsiniz. Çayın yanında möhtəşəm oldu. Dadı öz yerində, siz bunun bir rənginə baxın. Əfsanə. Bu yerdə videomu bəyəndinizsə, bəyən düyməsinə basıb abunə olmağı unutmayın. Eləyən hər kəsə nuş olsun.